dostlar, bugün Zəfər Muzeyinə gəlmişik. Zəfər Muzeyi 8 noyabr günü İlham Əliyev tərəfindən açılış edilir. İzləyicilər, YouTube'a qoyun. Salam. Təbii plan gözlərim. Bütün müzeylər bir yerdə gəzmişik. Bu da Zəfər Muzeyi. Noyabrın proyekti. Müzey sözləri nədir? Axırda deyəcəm. Axırda. Sən də başını çəkmə. Pis görsən. Kamal müəllim YouTube'a videosu. 2020-ci ildə imzalanmış sərəncama əsasən yaradılan Zəfər Muzeyi 2025-ci ilin noyabrında xalqımızın ziyarətinə açıldı. Bu muzey 44 günlük vətən müharibəsinin tarixini, azad edilmiş torpaqlarımızı və qəhrəmanlarımızın şücaətini gələcək nəsillərə çatdırmaq üçün qurulmuş möhtəşəm bir memorial kompleksdir. Muzeydə ümumilikdə 8 əsas sərgi zalı fəaliyyət göstərir. İlk zal Qarabağ və Şərqi Zəngəzur əsrlərin hekayəsi adlanan zaldır. Burada Qarabağın təbiəti, mədəni irsi və qədim tarixi təqdim olunur. Növbəti zal Azərbaycan-Ermənistan münaqişəsinə tarixi baxış adlı zalıdır. Bu bölmə münaqişənin köklərini və işğal dövründəki vəziyyəti faktlarla göstərir. Ən geniş bölümlərdən biri 44 günlük vətən müharibəsi və dəmir yumruq əməliyyatı adlı zalıdır. Burada döyüşlərin gedişi, azad edilən torpaqlar və qəhrəmanlıq səhnələri interaktiv ekranlarla canlandırılır. Xüsusi bir zal Şuşanın azadlığına həsr edilib. Burada şəhərin azad olunması əməliyyatı və o tarixi anların görüntüləri əks etdirilir. Qəhrəmanlar yolu adlı zalında isə döyüşçülərin şəxsi əşyaları, orden və medallar nümayiş olunur. Qarabağ Azərbaycandır bölməsində isə qələbə sevinci və milli birlik əhvalı xüsusi kompozisiyalarla təqdim edilir. Maruano şüşəsindən hazırlanmış Xarı Bülbül abidəsi bu zala xüsusi ruh qatır. Muzeyin növbəti hissəsi 20 sentyabr 2023-cü ildə dövlət suverenliyimizin tam bərpasına həsr olunub. Sonuncu zal dirçəliliş, Qarabağın bərpası, yenidən qurma işləri və bölgənin gələcəyi haqqında məlumat verir. Zəfər Muzeyi yalnız bir sərgi məkanı deyil, bu həm də tarixi yaddaşın, qəhrəmanlarımızın xatirəsinin və milli qürurumuzun simvoludur. Burada keçmişimizi görür, bugünümüzü dərk edir, gələcəyimizə daha güclü şəkildə inanırıq. Você vai agora, tu quer ficar do lado, né? Siz ora toxunanda orada göstərir hansı ərazidə olursunuz, eşikdən oradan. Məsələn, siz indi Şuşa qalasına toxunursunuz, onu göstərir. Aşağı göstərər. Yaxşı, nə də xarab olsun. Bunun şeyini səsləyir. Buna bax, bu da burada düşürüyor. Sonra müşitmanın altı var. Şuşa gəlir, olur.
Silah tıkır. Hemen de girerdim. Respublikası sürəçliklər tasarruf özünü əks etdirir. Burada terror əməliyyatları şəkillərini görürsünüz monitorda. Burada Yine özünüzü çıkıyor. That's the complex. Education campaign.